Hazırlayıcı hissə. Yox, əsas hissə. Əsas hissə. Bəli, Əsas dərsdə yarışacaq qruplar, komandalar müəyyən olunur, əsas hissədə. Əsas hissəmiz neçə dəqiqədir? 20-25. Aha, sonra xüsusi qruplarda olan şagirdlər var, xüsusi qruplarda olan şagirdlər. Dərsin hansı hissəsində istifadə olunur onlarla? Müəllim, onlarla ayrıca deyil. Aysel, onlarla ayrıca məşğul oldular. Belə deyək də, müəllim sizə belə bir sual verim. Hə. Hə. Sonra, ay Şaiq. Alman. Hə, ya da heç də. Onsuz da müəllimlər burada 90%. Bir 5-10 dəqiqə buranı bitirək, gedərik şeyə. Nədir onun adı? Vitaminlərə. Hə. Sonra, birgə hərəkət fəaliyyətdə inteqrasiya olunma nəyə aid tanım? Müəllim, bilmədim onu. Xüsusi qruplarda ümumi orta. Xüsusi qruplarda ümumi orta. Aha. Sonra, ümumi ortanın əlverişli yaş dövrü neçədir? Ümumi orta 11-15. Ümumi ortanın əlverişli yaş dövrü olacaqdı 11-15. Bəs tam ortanın? 16-17. Aha, tam ortanın isə 16-17. Təkmilləşdirmə varsa nə götürür yanım? Təkmilləşdirmə varsa tam orta. Aha, yaxşı. Bəs norma və dəyərlərə hörmət həlledici anlarda liderlik bacarığı təkmilləşdirməsi? Tam orta. Zəruri hərəkət qabiliyyətlərinin planının inkişafı? Tam orta. Sadəcə hərəkət qabiliyyətlərinin planının inkişafı? Ümumi orta. Ümumi ortadır. Sonra, hər hansısa bir idman növündə texnik-taktiki fəaliyyətin əlverişli üsuluna yiyələnmək? Ümumi orta mən. Qəşəng. Təşəkkürlər anam. Sağ olun. Nübar müəllim. Nübar İbrahimov. Axşamınız xeyir. Nübar müəllim, sən mənə de görüm anam, frontal forma hansı hissələrdə istifadə olunur? Giriş tamamlayıcı hissədə. Aha, frontal forma. Aha, frontal Giriş forma, və giriş və tamamlayıcı. Qrup forması. Bu əsas və hazırlayıcı. Aha, qrup forması əsas və hazırlayıcı hissədə. Hazırlayıcı hissəmiz neçə dəqiqədir? 10 dəqiqə. Aha, 10 dəqiqədir. Yeriş və qaç hərəkətlərinin müxtəlifliyindən istifadə edir. Kim dərsin hansı hissəsində? Hazırlayıcı hissə Salam. Aha, hazırlayıcı hissə müəllim fəaliyyətidir. Müəllim fərdi qiymətləndirmə aparır. əsas hissədə müəllim aparır. Oyunlar, xüsusi seçilmiş hərəkətlər vasitəsilə ümumi fiziki hazırlığın təmin edilməsi. O dərsdən kənar ibtidai Qəşəng. Məktəb